Seyyidə Şatitə mənbələrdə adı bu cür gəlir. Bibi Şatitə deyirlər xanıma ki, bir xanım olub Nişapurda yaşayıb. Şatitə adında. Qəbri şərifi də mövcuddur Nişapurda. İmam Cəfər Sadiq əleyhissalamın dövründə yaşayıbdı bu xanım. Çox imanlı birisidir. Sıradan bir xanım da möminə bir xanımdır. Nişapur əhli bir gün Mədinəyə bir nümayəndə göndərirlər. Əbu Cəfər adında. Əbu Cəfər Nişapuri. İndi kimin xumsu varsa xumsunu, zəkatını, imama nəsə bir hədiyə göndərməksə, hər kəs bir boğçasını düzəldir, gətirir, bu Əbu Cəfərə təhvil verir. Əbu Cəfər Mədinəyə gedəcək və bunları İmam Cəfər Sadiq əleyhissalama çatdıracaq. Bu Şətitə xanımda fəqir bir xanımdır, gəlir, bir dirhəm pul çıxardır, xumsudur bunun, bir dirhəm. Bir də öz əlləri ilə yun didib, ip əyirib, ip düzəldib, bir parça toxuyub, bir də bir balaca bir parça bükür, deyir, bu ikisini İmam Cəfər Sadiqə verərsən. Əbu Cəfər Nişapuri baxır, deyir, utandım mən ki, yəni bu bir dirham aparıb imama vereyim. Dedim, mən utanıram, baxım, bunu götürmürəm, qoy qalsın səndə, neyinirsən, kasıb qadınsan sən. Bu bir dirhəmdir, bu bir də parçadır, bunu mən nə yaparım imama? Şətitə dedi ki, niyə utanırsan? İnnallah la yəstəhyi minəl haqq. Allah da Quranda buyurur ki, Allah haqdan həya etməz. Niyə utanırsan? Sən mənim hədiyyəmi apar və imama çatdır. Əbu Cəfər məcbur götürür. Küfəyə gəlir. Küfədən ki, Mədinəyə tərəf gedəndə buna xəbər gəlir, çatır ki, İmam Cəfər Sadiq əleyhissalam dünyadan köçübdür, dünyasını dəyişibdir. Bir tərəddüddə qaldım ki, mən neyniyim? Axır bir qərara gəldim ki, gedim hələ bir Mədinəyə çatım. Gəldim Mədinəyə, bir ev kira elədim. Sonra soruşdum ki, Cəfər Sadiq özündən sonra kimi təyin eləyib? Yönləndirdilər məni Abdullah Əftəhin yanına. Abdullah Əftəh İmam Cəfər Sadiq əleyhissalamın övladlarından olub. Bəziləri də onun imamətinə inanıb və imamət də iddiasında olub, amma imam deyildi o. Gəldim, deyir, Abdullah Əftəhin yanına, bir neçə suallar verdim, gördüm, yox, bu sualları doğru cavablandırmadı mənim üçün. Çıxdım onun yanından, üst tutdum Peyğəmbərin qəbri şərifinə. Gəldim, oturdum Peyğəmbərin qəbrinin yanında, başladım ağlamaq ki, ya Rasulallah, mən kimin yanına gedim? Yahudilərin yanına gedim, xristiyanların yanına gedim, nasibi fəqihlərinin yanına gedim. Hara gedim mən? Elə ağlayıb, deyir, bu cür Peyğəmbərə dərdimi söylüyordum, onda gördüm ki, bir nəfər əlini mənim çiynimə vurur ki, Əbu Cəfər. Mövlan Musa ibn Cəfər, sənin ağan Mövlan Musa ibn Cəfər deyir ki, heç yerə getmə, mənim yanıma gəl. Səndə olan o bir dirhəm var ki, onu Şətitə göndərib, o dirhəmi də, o parçanı da götür mənim yanıma gəl. Bu əlamətdən deyir, bildim ki, bunu heç kəs bilmir. Gəltirdim, deyir, İmam Kazım əleyhissalamın yanına, həmin o bir dirhəmi verdim, həmin o parçanı verdim. İmam parçanı götürdü, mənə dedi ki, xanım Şətitəyə məndən salam deyərsən. Deyərsən ki, onun əli ilə toxuduğu parçanı kəfənimdən eləyəcəm. Sonra öz kəfənindən deyir, bir hissə götürdü, dedi, bu da mənim kəfənimdəndir, bunu da xanım Şətitəyə verərsən. Sonra da 40 dirhəm pul çıxartdı, dedi, bu pulları da xanım Şətitəyə verərsən. Sonra da bir xəbər dedi, sən gedib Nişapura çatandan sonra o xanım 19 gün yaşayacaq, çox yaşamayacaq. Əbu Cəfər deyir ki, mən ki qayıtdım, gəldim Nişapura, hamı gəldi məndən görüşməyə, Şətitə xanım da gəldi, deyir, imamın salamını ona çatdırdım, imamın göndərdiyi hədiyyələri verdim, hıçqıraraq deyir, ağladı, deyir, az qaldı ruhu bədənindən çıxsın. Sonra deyir, imam deyən kimi də oldu ki, 19 gün yaşadı, 19 gündən sonra vəfat etdi. Çox əzəmətli bir xanımdır. Bizlərdən, yəni bizim kimi adi insanlardan biri ki, çox kişilər bu məqama çatmayıb ha. Ki, o boyda insanlar xumus göndərdi, mal göndərdi, imam qəbul etdi, hətta bəzi əhvalatlarda da qeyd olunur ki, yalnız Şətitənin göndərdiyini qəbul edib, o birilərin göndərdiklərini geri qaytarıb ki, bunlarda haram halal qarışığı var. Amma Şətitənin göndərdiyi sırf halal. İnsan belə bir məqama çata bilir, belə bir mərifətə çata bilir ki, burada istər qadın olsun, istər kişi olsun, fərq eləməz. Çox mühüm məsələ mərifət məsələsidir. Allahı tanımaq məsələsidir, Peyğəmbəri tanımaq məsələsidir. Zamanənin imamını tanımaq məsələsidir və buna uyğun da yaşamaqdır.